Təəssüf ki, ölkədə rüşvətxorluq və monopoliyalar hökm sürür. Və bu rüşvətxorluğu və monopoliyanı burada Amerika yaratmayıb, Fransa yaratmayıb, hətta Soros da yaratmayıb. Bunun məsuliyyətini hakimiyyət daşıyır. Bütün məsələlərin məsuliyyətini hakimiyyət daşıyır. Və bütün uğurlar olanda hakimiyyət nümayəndələri deyirlər ki, biz bunu etdik, buna nail olduq. Eyni zamanda problemlərin də məsuliyyətini özlərinin üzərinə götürməlidirlər. Və tamamilə haqlısınız. Söhbət təkcə dərmandan getmir. Dərman sahəsində də vəziyyət dəhşətlidir. Ancaq bütün sahələrdə elə. Bu rüşvətxorluq və monopoliya bütövlükdə cəmiyyəti xərçəng kimi bürüyür və cəmiyyətin nəinki inkişafına imkan vermir, cəmiyyəti faktiki məhvə doğru sürükləyir. Və bu saatı müasir dünyada 21-ci əsrin 23-cü ilindəyik. Dünya düzdür, dünyanın özündə də bugün çoxlu böhranlar var, siyasi böhranlar var, hərbi qarşılamalar var, iqtisadi böhranlar var. Ancaq eyni zamanda müəyyən proseslər gedir ki, o süni intellekt olsun, başqa məsələlər olsun, bəşəriyyət sürətlə irəliləyir. Amma çox təhlükəli bir irəliləyişdir. Və bəlkə də nəinki 50 ildən sonra, 10 ildən sonra bu müasir dünya nə gündə olacaq, onu biz hesablaya bilməliyik. O qədər sürətli və qəribə bir inkişaf gedir. Ona görə də insanlara vəd eləmək ki, dözün, 10 ildən sonra yaxşı olacaq, 20 ildən sonra güllük gülistanlıq olacaq, bu düzgün deyil. İnsanların bugün həyatını təmin eləmək lazımdır. Və Azərbaycanın da 10 milyon əhalimiz var rəsmən və mən bilən 10 milyon hamısı da Azərbaycanda deyirlər. Allah olsun, 10 milyon əhalini Azərbaycanda yüksək səviyyədə, yüksək rifah şəraitində yaşatmaq üçün hər cür imkanlar var. Özü söhbət təkcə neftdən, qazdan, bizim digər sərvətlərimizdən getmir. Bu sərvətlərə malik olmayan ölkələr var, məsəl üçün Baltik ölkələri. Azərbaycandan qat-qat yüksək səviyyədə yaşayır insanlar. O neftin, qazın hesabına yaşamır, azadlıqların hesabına yaşayır. Mən bugün bir xəbər gördüm, əvvəl sevinmək istədim, sonra sevinə bilmədim. Yazmışdılar ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı işçi qrupun görüşü olub. Sevindim ki, nəhayət bir görüş oldu, bir irəliləyiş olacaq. Oxudum, gördüm ki, bu İşçi qrup 97-ci ildə yaranıbdır. 1997-də Azərbaycan müraciət edəndə yaranıbdır. Və axırıncı görüş 6 il bundan əvvəl olubdur. 6 il. Bütün dünya az qala bu Ümumdünya Ticarət Təşkilatının üzvüdür. Rusiya üzvüdür, Ermənistan üzvüdür, Gürcüstan üzvüdür, Türkiyə üzvüdür. Azərbaycan 97-ci ildən bugünə qədər 5-6 ildən bir danışıq keçirib, məsələn uzadır. Nə var? Oradakı prinsiplər qəbul olunsa, şəffaflıq tələb olunur, korrupsiyaya nəzarət məsələsi var. Məsəl üçün, gəlir deklarasiyası, əmlak deklarasiyası deyilən bir söhbət vardı.